tamaşaçılar. Öten Günler programının daha bir buraxılışı ilə xoş gördük hər birinizi. Bugünkü verilişimizdə 60-80-ci illər Azərbaycan ədəbi mühitinin öncül simalarından, seçilən şairlərindən olan əməkdar incəsənət xadimi Tofiq Bayramın ötən günlərini vərəqləyəcəyik. Bir dastan yaz min sözlük, budur əsl ölümsüzlük. Tofiq Bayramın məşhur misralarından biridir və bu şairin, bu yaradıcı şəxsiyyətin bu dünyada umduğu yalnız söz idi. Və sözə də sözün əsl mənasında bir abidə yarada bildi Tofiq Bayram. Bugün biz bu görkəmli şəxsiyyət ətrafında çox dəyərli insanlarla bir yerdə söz açacağıq. Bəli, təqdim edək tamaşaçılara qonaqlarımızı. Böyük məmnuniyyətlə studiyamızda əyləşən qonaqlar sırasında Tofiq Bayramın bacısı Svetlana Bayramova əyləşir. Azərbaycan jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi İntiqam Qasımzadə. Təkcə uşaqların deyil, elə bizim də sevimli yazıçımız, professor, filologiya elmləri doktoru Zahid Xəlil. Filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Vaqif Yusifli. Çox dəyərli diktorlarımızdan biri, Respublikanın xalq artisti Eldost Bayram studiyamızdadır. Xalq rəssamı Ağali İbrahimov, xoş gördük sizə. Yenə də dəyərli həmkarlarımızdan biri, jurnalist, tərcüməçi İlqar Əlfi. Hamınızı xoş gördük studiyamızda. Söhbəti başlamazdan əvvəl əməkdaşlarımızın Tofiq Bayram haqqında hazırladığı sujet var. Ona baxaq, sonra söhbətimizi davam edərik. Yaradıcılıq məhsulu bəxş edirdi. Xüsusilə lirik şeirlərindəki romantik pafos oxucuların ən sevdiyi nüanslardır. Şair, bəşəri olmaqla yanaşı, öz yurdunu, elini dünyanın ən füsunkar məmləkəti adlandırırdı. Şeirlərində Azərbaycanı, doğma Bakısını bir rəssam kimi vəsf edirdi. Bəlkə də məhz şairlər, rəssamlar, qəzəlxanlar yurdu olan qədim Əmircan kəndi onun ruhunun ən böyük qidası oldu. Ədəbiyyatda özünə xas üslubu ilə seçilən bir çox şair kimi Tofiq Bayramın da ustalıqla inkişaf etdirdiyi bir xətt var idi. Bu, onun məşhur səkkizliyi idi. Misraların düzülüşü, verdiyi əhval-ruhiyyə və harmoniya Tofiq Bayram səkkizliyini xüsusilə fərqləndirir. Zamanə şahları endirib taxtdan, şairi qartal tək qaldırıb göyə, şeir oxuyuruq ona bayaqdan. Yazanlar cərgə ilə durub növbəyə, hərənin əlində bir dəstə kağız. Deyirik nə gəldi xəyalımıza, yaxşı ki, heykəldir şair babamız, eşidə bilsəydi, vay hamıza. Tofiq Bayramın fədakar əməyi həm də tərcümə sahəsi ilə birbaşa bağlıdır. O, bir çox məşhur əcnəbi yazarların, şairlərin əsərlərini doğma dilimizə tərcümə edib və hər bir tərcüməsində oxucuya Tofiq Bayram sevgisini, Tofiq Bayram ruhunu çatdırmağı da unutmurdu. Böyük türk şairi Nazim Hikmətin Tofiq Bayram yaradıcılığına xüsusi sevgisi var idi. O, şairimiz haqqında deyirdi: Böyük Səməd Vurğunun vəfatından sonra mənim üçün Azərbaycana gəlmək, onun yerini boş görmək son dərəcə ağır idi. Amma bugün gənc və istedadlı şair Tofiq Bayramın odlu alovlu şeir oxumasını gördükdən sonra mən inandım ki, Səməd Vurğunun layiqi yetişir. Vətən sevgisi, güclü və bütöv Azərbaycan arzusu şair ürəyinin möhürü idi. Tofiq Bayramın cəsur fikirlərinin, azad arzularının əks olunduğu misraları çox dəyərli və zamansızdır. Tarix var olduqca Tofiq Bayram əbədi yaşar olacaq.
Bəli, məni əbəs yerə gəl tutma dilə, inamın oduyla yanan bir şamam. Gərək elə yanım külümdən belə, gələcək nəsillər tanısın Tofiq Bayramı. Tofiq Bayram bunu deyərək, bəli, yana-yana, kül ola-ola bütün gücünü, bütün qüvvətini şeirə hopdurdu, şeirin canına hopdurdu və xatirələrə qaldı. Və sizin xatirələrinizi eşidəcəyik bu gün. İntiqam müəllim, sizdən başlayaq. Bəli, sizdən başlayaq. Birlikdə işləmisiniz. Uzun illər. Bilirsiniz, Tofiqin səsini eşitdim. Biraz körəldim. Düzün sözü. Ona görə ki, mən Tofiqlə dəfələrlə bizim rayonlara, başqa şəhərlərə Azərbaycanın ezamiyyətlərə getmişik. Yəni, görüşlərə gedirdik. O, Allah rəhmət eləsin, məni özü ilə aparmağı nəyəsə üstünlük verirdi. Məni özü ilə aparırdı həmişə. Bir də bir qarmal çalan var idi, Zakir. Zakir Mirzəyev. Benim də var. Bu yaşayır, Allah ona uzun ömür versin. O da, mən ona Tofiq Bayram yadigarı kimi baxıram Zakirə. Kim deyib bu sözü çox gözəl deyib ki, Azərbaycan şairlər vətənidir. Tixonovun sözüdür. Görsən, Vaqif müəllim. Vaqif müəllim hər şey. Ensiklopediyada. Tixonov deyib və çox gözəl deyib. Mən bura gələndə gözümün qabağından Azərbaycan 20-ci əsri təkcə gözümün qabağından keçirtdim kino lenti kimi şairlərimizi. Baxdım, gördüm, ilahi, nə qədər bizim gözəl şairlərimiz var. Bir-birindən gözəl, bir-birindən qüdrətli, bənzərsiz, bir-birinə bənzəməyən. İndi gələcəm mən Tofiq Bayramın üstünə. Siz görəcəksiniz ki, həqiqətən bunlar, məsələn, Səməd Vurğun, Rəsul Rıza, o dövrün, o ilk Sovet dövrünün şairləri, Süleyman Rüstəm, bunlar Əli Kərim, və sonra bir nəsil orada indi 37-də tutulanlar da var, Məhcavad, Mikail Müşfiq falan, bunlar. Görün, necə gözəl, Hüseyin Cavid, görün, nə gözəl bir, belə bir samballı, böyük bir, yəni mən say etibarilə deyirəm, biz böyük xalqıq, amma say etibarilə bir elə də böyük deyil, bizdən də böyük say etibarilə xalqlar var. Amma görün, nə qədər bizim gözəl şairlərimiz var. Və gəlirəm tədricən bu yana 30-cu illər, 40-cı illər, yenə bir nəsil gəldi, müharibədən sonra mən 41-45-ci illər müharibəsini nəzərdə tuturam. Ondan sonra Bəxtiyar Vahabzadə, Əliyağa Kürçaylı, nə bilim, Qabil filan, bunlar gəldilər. Bunların dalıca, elə bilirsiniz necə, bunların dalıca, elə bil ki, o başı küləyi kimi qapını açıb, girdilər içəri Tofiq Bayram, Tofiq Bayram, Əli Kərim, sonra nə bilim, Nəriman, Həsənzədə, Cabir Novruz və s. və ilaxır. Və görünən, və bunun ardınca yenə bir nəsil, sonra 70-cilər nəsli və s. və ilaxır. Rəhmətlik atam mənim o dövrdə Azərbaycan jurnalında poeziya şöbəsinin müdürü idi. 53, 54, 55-ci illər. Bu o dövr idi ki, Tofiq Bayram nəsli gəlmişdi ədəbiyyata və bunlara Böyüqa Qasımzadə poeziya şöbəsinin müdürü çox geniş bunlara belə imkanlar yaradırdı oradakı. Bunlar deməli Azərbaycan jurnalında çap olunsun. Azərbaycan jurnalında da o dövrdə çap olunmaq artıq ədəbiyyata belə vəsiqə almaq deməkdir. Artıq Yazıçılar İttifaqının üzvüsən sən elə bil ki, daha bunun o yan bir yanı yoxdur. Və elə də oldu 59-cu ildə Tofiq Bayram Yazıçılar İttifaqının üzvü olub. Bax, dediyim bu gənclərin içindən, o Tofiq Bayram gilin nəslinin içindən mən yadıma salanda görürəm ki, Tofiq Bayramın bir şəklinə də baxdım. Allah rəhmət eləsin ona. Zalim olmuş şir deyə elə bil. Diyanıb zadda, tribunada. Elə bir böyük boyda yox. Alovlu danışırmış danışanda. Elə uca boy deyildi axı. Belə bəstə boy adamıydı. Şiir deyəndə yumruqlarını qaldırıb. Amma tribunada diyanıb, rəhmətliyin o gözəl belə daranmış saçları, elə bir ki, qocaman şir tribunadan şeir oxuyur. Necə də gözəl oxuyurdu. Mən onu ilə o görüşlərdə olmuşam. Bilirsiniz necə? Elə bir yer olmayıb ki, orada, məsələn, bir dəfə biz bir yerlərə getdik,
xəstəxanaya, 6 nömrəli xəstəxana yadımdadır. Getdik orada məsələ, əvvəlcə indi cəmaatı yığıblar zala, kimsə könülsüz gəlib bəlkə evə tələsir, evə getsin, kimsə belə, elə bir entuziyazm yox idi bunlarda. Amma 10-ca dəqiqədən sonra Tofiq Bayram bunları ələ aldı və gecikən məhəbbətim və s. və ilahi bu şeirlər gəldikcə bir-birinin dalıca və Tofiq Bayram o gür, o xırıltıl səsi ilə bunları elə aldı ki, inanın buraxmırdılar bizi evə gedək. 6 oldu deyirək ki, sizin növbəniz qısarıb evə getməlisiniz. Yox, məmnuniyyətlə qulaq asarıq Tofiq müəllimə. Tofiq belə bir şair idi. İndi Vaqif müəllim yəqin ki, Tofiq yaradıcılığından danışanda onun o elmi dildə, ədəbiyyatşünaslıq dilində yaradıcılığının bəzi xüsusiyyətlərini, fərqli xüsusiyyətlərini yəqin ki, araşdıracaq. Ona görə ki, Tofiq həqiqətən bənzərsiz şair idi. Bir balaca o hazırlanmış süjetdə də biz bunu gördük. Amma bu həqiqətən belə idi. İntiqam müəllim, biz sizə təşəkkür edirik. Mən bir söz deyim. Bu söz gedidizə, getdi görüşə, öz çılğın çıxışı ilə, o ehtiraslı çıxışı ilə hamını ələ aldı ya. Valla bu dəqiqə siz də bizim hamımızı elə çıxışınızla ələ aldınız. İnanın. Elə qəşəng danışdınız. Real xatirələrdir. Tofiq Bayram özü o qədər səmimi bir insan idi ki, onun haqqında elə yaxşı əhval-ruhiyyə verdiniz. Erdost müəllim, bax görürsünüz, ürəkdən nəysə demək qərarına gəldi. Buyurun. Kimin haqqında danışır? Tofiq Bayram haqqında. Qəhrəmandır, Başqa cür danışmaq qəhrəmandır. mümkün deyil. Doğru. Mən ədəbiyyatdan demək olur ki, kənar bir adam, mən vurulmuşam Tofiq Bayram. Doğrudan da onun çox gür səsi var idi. Şeirləri o deyəndə inanın ki, biz evdə oturub ona baxırdıq, deyirdik İraq olsun, bu dəqiqə bunun ürəyi partlayacaq. O qədər şövqlə, o qədər gür səslə o şeirləri o deyirdi ki, rəhmətli Maestro Niyazi Tofiqin səsi haqqında deyirdi ki, Amerikanın bir müğənnisi var idi, Paul Robeson. Çox gür səsli bir müğənni idi. Deyirdi, Tofiqin səsini yalnız Paul Robesonun səsi ilə müqayisə eləmək. Maraqlı fikir. Gözəl müqayisədir. Müqayisə gözəl. Allah rəhmət etsin Niyaziyə. Doğru dost idilər. Tofiqi çox istəyirdi. Sevirdi Tofiqi. Bəli. Elə söz düşmüşkən ən sevimli, gözəl səslərdən biri də Erdost müəllim studiyada əyləşib. Gəlin elə söhbətimizi davam edək. Erdost müəllim, Tofiq Bayram haqqında təbii ki, xatirələriniz, onun yaradıcılıq gecəsini aparmısınız. Siz onun gözəl şeirini, qadın ürəyi şeirini necə səsləndirirsiniz? Bu şeiri neçə adam səsləndirsə də, amma sizin səsinizdə, sizin nitqinizdə o bir başqa aləmdir. Bir də Tofiq Bayramı səciyyələndirən ən vacib xüsusiyyət o idi ki, dili, nitqi çox rəvan idi axı. Şeirləri çox axıcı idi, qəlbə, ürəyə, nitqə çox yararlı idi. Sizlə davam eləyək bu söhbətlərimizi. Mənim qəlbim ədəbiyyatçı qəlbidir. Bəli. Uşaq vaxtından çox kövrək olmuşam. Bədii ədəbiyyatı çox sevmişəm. Hərfləri tanımağa başlayandan mən kitablar oxumuşam, bədii ədəbiyyatlar oxumuşam. Hələ gülməli məqamlar da olub da vaxt aparmaq istəmirəm. Yəni onun qurban olmuşam. Ədəbiyyatçı deyiləm faktik olaraq, amma ədəbiyyatı qəlbimdir. Mən diktoram. Diktor kimdir? Diktor dövlətin siyasətini təbliğ eləyən, gözəl səslə qəbul eləyən bizim zamanımızda ancaq birinci səsi qəbul edirdilər. Səs psixoloji bir şeydir, səs ilahi bir şeydir. Səs insanı birinci növbədə maqnitdir, həmkarım bilir də. Maqnit kimi çəkməlidir. Ondan sonra onun ardınca böyüklərin verdiyi dərsin nəticəsində o səs o dövlətin siyasətini bişirib yeritməlidir insanların. Elə oldu ki, 70-ci illərdə bilsən o bədii ədəbiyyatı çox sevirəm də, oxumaq istəyirdim. Nəsri çox oxumaq istəyirdim. Poeziyanı çox oxumaq istəyirdim. Amma təzə gəlmişəm mən diktor oxumağa. Hələ öyrənməliyəm xəbərlər oxumağa. Amma gözüm qalmışdı böyüklərin oxuduğu şeirlərdə, hekayələrdə. Ramiz oxuyurdu, Aydın oxuyurdu, Davud gözəl şeirlər oxuyurdu. Davud oxuyurdu, Sabir Ələsgərov oxuyurdu, bəli. Oxuyurdu, ay Allah, partlayırdım. O yandan Əminə Yusuf qızının ilahi səsini eşidirdim. Bəh. Respublikada ikinci Əminə Yusuf qızı yoxdur. Başqaları da var, yoxdur. Onlar hamısı mənə ay Allah çağırırdı, gedə bilmirəm, bunlar kəsiblər qabağım. Amma neçə illərdən sonra ki, şərait yarandı, birinci
70-ci illərində, 72-də işə girmişəm. 70-ci illərin axırlarında filarmoniyada nəsə bir tədbir aparırdım. Orada mənə deyirlər ki, İldos müəllim, gəlin bizim aparıcımız yoxdur. Sizə işə mane olmur ki. Dedim, yox, mane olmur da. Gəlin burada konsert yapın. 2 il konsert yapardım. O konsert mənə nəyi verdi? Tofiq Bayramı verdi. Onu sonra deyəcəm. Tək Tofiq Bayram deyil. O konsertdə mən Göyçə aşıqları başda olmaqla Azərbaycanın bütün aşıqlarının konsertini apardım. Xoşbəxt oldum. Poeziyanı orada başladım. Orada başladım və o 2 ilin içərisində 2 dənə əlavə bir şey oldu. Nüsrət Kəsəməndi rəhmətin, Allah rəhmət eləsin, ona da, Tofiq Bayrama da. Tofiq Bayram özü aləmdir. Amma tək onun ailəsi, onun bacıları, onun yoldaşı, onların arasında, ailə arasında mən də belə şeylərə çox fikir verirəm. Gördüm bu başqadır. Bu başqadır. Sonradan yavaş-yavaş başladım özüm oxumağa, bədii ədəbiyyat oxumağa, xüsusilə Tofiq Bayrama fikir verdim. Bax, bayaq qollarını açıb İntiqam müəllim demişkən dünyanı qucurdu. Yadıma bir üstünə düşdü. Şairlərdən biri deyir ki, 2 nəfər qohumlar oturub söhbət edirlər. Birdən qayıdır ki, qohum, məni çoxmu sevirsən? Deyir, çox, qəlbim qədər. Deyir, axı, niyə dünyaca yox? Deyir, o çox kiçikdir, sənin xəbərin yoxdur. Bizim qəlbimizin yanında dünya nədir ki? Heç nə. Dünya bir zərrəci idi. Tofiq Bayram Azərbaycan şairi deyil. Tofiq Bayram Türk dünyasının şairi deyil. Tofiq Bayram bəşəriyyətin şairidir. Mən tək şeir oxumuram axı. Mən oxuduğum başqa şeydir. Mən o şeiri seçirəm, oxuyuram. O şeirin içərisində Tofiq Bayramda olduğu kimi məna var, nəsihət var, ibrətamiz sözlər var. Bəli, ibrətamiz, müdrik sözlər var. Tofiq Bayram neynir? Bacısına həsr oldu, elədiyi şeiri. Onu tək bacısına həsr eləməklə o adətimizi, ənənəmizi yayır. Bəli, bəli. O adət necə olur, onu yayır. Tofiq Bayramın ən çox sevdiyim bir şeir var. Peki oxuyasınız. Mən onu həmişə demişəm, çox demişəm Salih. Nə olar, yenə deyin də. Deyir, fikir verin nə deyir. Deyir, kişilər görmüşəm qisməti. Azərbaycanı xırdalayır, izah eləyir və cavanlara deyir ki, ey gənclər, budur ya Azərbaycan, qulaq asın. Niyə Azərbaycan dünyada ən uğurlu ailəsi olan respublikadır? Bax, buna görə deyir, kişilər görmüşəm qisməti, payı, böyük bir külfətdir, balaca otaq. Hər axşam qadını dəmləyən çayı 100 ziyafətə dəyişməz ancaq. Qadınlar görmüşəm arsuz qalıb, ürəyi həsrətdən bişəsi olub, yollara baxmaqdan gözü qaralıb, çeşməyi pəncərə şüşəsi olub. Rəislər görmüşəm sinə qəfəsi az qalıb partlasın bir zəq səsindən. Hirsini soyudub qadın nəfəsi, evdə şəfa tapıb bir təbəssümdən. Qadınlar görmüşəm dünya qəmini evindən didərgin salır hər axşam. Kişi ürəyinin sarı simini qayığı mizrabı ilə çalır hər axşam. Hardasa başına yağır alqışlar, kiməsə şöhrətin adın gərəkdir. Evdə ipək əllər, gülgün baxışlar, evdə səni duyan qadın gərəkdir. Sevən ürəklərdə bir istək gəzir, bir şirin təbəssüm, bir loxma çörək. Vəfalı kişilər evə tələsir, ilk görüş yerinə tələsənlər tək. Ona görə Azərbaycanda ailə qüvvətlidir ki, hər birimiz həyat yoldaşlarımızın yanına 10 il, 15 il, 20 ildə ailə qurmuşuq. İlk görüş yerinə kimi tələsənlər. Nə gözəl. Ona görə çox istəyirəm. Mən özümü milli hesab, məndən asılı deyil, mənim genim millidir. Bəli. Vaqif müəllim, sizlə davam eləmək istəyirik. Bayaqdan görürəm ki, kim danışırsa, siz də onunla bərabər nəsə demək istəyirsiniz. İçiniz doludur, mən bilirəm. Çünki o qədər gözəl araşdırmalarınız var Tofiq Bayram haqqında. Buyurun. Tofiq Bayram mənim çox sevdiyim şairlərdən biri idi. Burada bu verilişdə səs sözü tez-tez hallanır. Səs. Bu səs sözünü Tofiq Bayramın yaradıcılığına, xarakterinə uyğunlaşdıranda 2 məna alınır. Birincisi onun özünün səsi. Mən şairlər məclisində, təqdimatlarda, tədbirlərdə demək olar ki, bütün şairlərin səsini eşitmişəm. Süleyman Rüstəmin, Cabir Novruzun, Nərman Həsənzadənin,
Xəlil Rızanın, Məmməd Arazın hamısının səsini eşitmişəm və hərənin deməli öz şeirlərini öz səsləri ilə ki, başqa bir diktor, başqa bir aparıcı, heç kəs, məsələn, deyək ki, Süleyman Rüstəmin şeirini Süleyman Rüstəm qədər çatdırmazdı, deyə bilməzdi. Eyni zamanda Tofiq Bayram. Bu deməli onun səsi. Amma ikinci mənada səs üslub deməkdir. Əgər sən pafosla, sən ürəyin bütün deməli atəşi ilə o şeirləri oxuyursansa, bu sənin yaradıcılığından da qırmızı bir xət kimi keçir. Yəni Tofiq Bayram bu mənada təkrar edilməz bir şairdir. Ədəbiyyata necə gəlib? Təbii ki, Böyük Səməd Vurğunun poeziyasının təsiri ilə. Bir müddət Ağstafada yaşayıblar, ata ailəsini aparıb ora və orada deməli Səməd Vurğun gəlib görüşə. Bu görüşdə də Tofiq Bayram iştirak eləyib və Səməd Vurğuna valih olub. Sonra iş elə gətirib ki, ilk şeirlərini yazan zaman deməli Hüseyn Arifin, səhv eləmirəmsə, onu təqdim eləyib Səməd Vurğuna və Səməd Vurğun da deməli onun ilk şeirlərin çapına kömək eləyib. İlk şeiri 1949-cu ildə səhv eləmirəmsə Azərbaycan Pioneri qəzetində çap olunub, dərc edilib. Deməli, onu Qazaxda yazıb o. Bəli, bəli. Ağstafada yaşayıb. Ağstafada müəyyən Onda müddət neçə yaşına yaşayıb. yaşayıb? Nəyə görə soruşuram deyəcəm. Hə, Svetlana Orada neçə xanım- yaşına gəldi? Uzun müddət olmayıb. Talib belə gətirib ki, atam kənd təsərrüfatı üzrə mütəxəssis olduğunda, əslində biz Bakılıyıq. Müharibə başlayır, atamı göndərirlər müxtəlif rayonlara və Ağstafa rayonunda bir müddət. Nəyə görə atam məhz Ağstafaya gedir? Mehdixan Vəkilov, Səməd Vurğunun qardaşı, atamla möhkəm dost idilər. Mehdixan Vəkilovu bax, Qazax ayrıca rayon deyildi. Hamısı Ağstafaya tabi idilər. Ağstafanın birinci katibi idi və atam gedir Ağstafada başlayır işləməyə və günlərin bir günündə deməli ki, dəmir yolçularla görüşə, müharibənin qutarında Səməd Vurğun gəlir, onlarla görüşdə iştirak eləyir. O görüş Tofiqin böyük bir, iri həcmli bir şeiri var. Deməli ki, Ağstafadakı görüşdə Səməd Vurğunun dedikləri belə bir şeiri var. Kitabda da var həmin o şey. Və orada çıxış eləyir Tofiq, Səməd Vurğun. Tofiq də o vaxtı Tofiqin olur 11 yaşı. O ilk dəfə canlı şairi, düzdür, hələ ondan da daha kiçik olanda Əlağa Vahidi öz evimizdə görmüşdü. Amma onun təsəvvür elədiyi şairlər nəhəng olmalıdır, şairlər atəşli olmalıdır, şeirlərini xüsusi pafosla deməlidir. Bax, o təsəvvürlər Səməd Vurğunun o çıxışından sonra Tofiqdə Mən nəyə görə yaranır. deyirəm? Çünki Tofiq Bayram bildiyimiz kimi belə Bakılı, Əmircanlıdır da. Amma Bakı və Bakıda yaşayıb yaradan şairlər, divan şairləri, yəni onlar qəzəl üstündə qururlar. Amma Tofiq Bayramın əksər şeirləri qoşmadır. Bəlkə o, ona görə deyirəm, Qazaxdan gəlib bəlkə. Sözsüz Səməd bu Vurğun təsir. ümumiyyətlə nəinki Tofiq Bayram üçün, eyni zamanda bütün digər şairlər üçün bir sənət məbədi idi. Azərbaycan poeziyasında söhbət 20-ci əsrdən gedirsə, 3 şairin ədəbi məktəbi var. Böyük Mirzə Ələkbər Sabir, nə qədər satirik şairlər yarandı ondan sonra. Ən axırıncısı da rəhmətli Baba Pünhan. Bu son dövrlərdə. Və Səməd Vurğun ədəbi məktəbi, poetik məktəbi, bir də Rəsul Rıza. 3 ədəbi məktəb. Tofiq Bayram da Səməd Vurğun ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri idi və dönə-dönə öz şeirlərində Səməd Vurğunu mət edirdi. Deyirdi ki, təb ürəkdə, söz dodaqda yaşayan kimi, bülbül güldə, gül budaqda yaşayan kimi, günəş göydə, qartal dağda yaşayan kimi, şair xalqın nəfəsində Vurğun yaşayır. Azərbaycanın böyük sənətkarları, təkcə şairlər yox, digər sənət sahələrində olan böyük sənətkarlar Tofiq Bayramın idealına çevrilən sənətkarlar idi. Deməli, Niyazi, Üzeyir Hacıbəyov, Səttar Bəhlulzadə, Qara Qarayev,
və bu qəbildən olan Fikrət Əmirov, bu qəbildən olan böyük sənətkarlar, məsələn, Səttar Bəhlulzadə, onun nəzərində təkcə rəssam deyildi. Eyni zamanda Səttar Bəhlulzadəni mən ömrümdə bircə dəfə görmüşəm. Bir çayxanada Bakıda. Yəni Füzulidən şeirlər deyirdi və özü çox gözəl təhlil eləyirdi onu. Yəni Tofiq Bayram deyirdi ki, bu Füzuli ruhu əgər Səttara təsir eləməsəydi, o belə gözəl əsərlər yaratmazdı. Rəssamlıq ilahi vergidir səndə. Bəs necə oxutdun gülü, çiçəyi? Görünür üç ürək varmış sinəndə. Füzuli, Üzeyir, Səttar ürəyi. Və belə. Sağ olun, Vaqif müəllim. Siz dəfələrlə Səməd Vurğunun adını çəkdiniz və bayaq Svetlana xanımın da danışdığı xatirədə Səməd Vurğunun adı çəkildi. İlk xeyir duasını verən də elə Səməd Vurğun olub da, düzdür? Atanız söyləyib Səməd müəllimə ki, bu uşaq ara bir bayatılar deyir, bir neçə bayatı söyləsin və Tofiq müəllim bayatı söyləyəndən sonra mən Səməd Vurğun deyib ki, bu uşaqdan deyib müğayət olun, bundan şair olacaq. Görün nə gözəl. Doğrudan da xoşbəxt insan olub Tofiq müəllim kimi, Səməd müəllim kimi bir böyük şair ona o cığırı açıb, o xeyir duanı verib. Zahid müəllim, xoş gəldiniz. Sizlə davam edək. Siz də bayaqdan maraqla baxırsınız bu həm söhbətlərinizin fikirlərindən. Sizlə davam edək. Çox sağ olun. Gözəl söhbətlər gedir şübhəsiz. Eldos müəllim çox gözəl şeirlər oxudu. Bilirsiniz, bu söhbətlərdən mən elə bir şey Tofiq Bayram haqqındakı təsəvvürlərim az qala pozuldu. Çünki mən Tofiq Bayramı çox yaxından tanıyıram. Başqa cüründə başladınız tanımağa. Eldos müəllim onu bir lirik şair kimi təqdim elədi. Çox doğrudan lirik şairdir, gözəl şair. Amma mən sizə deyim ki, Tofiq Bayram Azərbaycan ədəbiyyatının vicdanı idi. Mən özüm gözümlə gördüyüm əhvalatlar. Demək biz biraz yaş etibarıyla fərqimiz var da. Tofiq məndən biraz böyükdür. Ədəbiyyat qəzetində işləyirdi. Şöbə müdürü, şeir şöbəsinin müdürü idi. Mən də gəlmişəm, şeir gətirmişəm. Bir-iki dənə vərəqlərimdə. Gördüm bunun, o zaman ədəbiyyat qəzetində hardasa bir elə yerdə idi ki, elə küçədən eşidilirdi o səslər. Qapı açıq idi. Ay sağ ol, orada. Deməli, yaxınlaşanda gördüm ki, içəridə Tofiq Bayramın gür səsi gəlir. Sən necə şairsən, bu nədir, necə yəni ətəyim yandı falan. Kimsə möhkəm tənqid edir içəridə. Mən də titriyyət istədim, girməyəm. Nəsə girdim içəri, gördüm ki, bir cavan oğlandır. Bu cavan oğlan indi ədəbiyyatda qalmadı. Və Tofiq Bayram düz tutmuşdu onu. Deməli, amma bunu demək göndərmişlər Moskvaya. Moskvada Gorki adına dünya ədəbiyyatının üstü var idi. Bu oranı qutarıb gəlmişdi. Deyir, mən də oranı qutarmışam, mən şairəm də. Tofiq Bayram dedi ki, yox, sənin bu şeyləri verməyəm. Nəysə, belə birdən məni gördü, qayıtdı ki, sən nə istəyirsən? Ver, bura görüm. Altı zorların şeyləri birinci başda deməli şeirin 3 misrasını oxudu. Dedi ki, belə bir şeir idir. Bax, bu ağac gilasdır. Yaz gəldi, bu ağacın budağından gül astı. Deyəndə Tofiq Bayram elə birdən-birə dişərdi. Dedi ki, şeir belə olar. Yəni, o vaxtı Ulduz jurnalında, yazıcı nəşriyyatında kimin şeirini Tofiq Bayram bəyənirmişsə, onun üçün Tofiq Bayram şair oldular. Mən bir şey də deyim sizə, ümumiyyətlə yazıçıların əksəriyyəti o xarici görünüşü nətərdirsə, xarakteri nətərdirsə, yaratdığı ədəbiyyat da heylədir. Bunlar bir-birindən ayrı ola bilməz. Tofiq Bayram çılğın şair idi. Tofiq Bayram ipə safhada yatmayan idi. Məsələn, belə bir məclisdə, tutaq ki, bax, biz hamımız sakitcə belə oturmuşuq. Tofiq Bayram hökmən ayağının üstünə aşırmaq idi. Nəysə bir siqaret çəkmək. Yəni, bu ümumi cadları pozmalı idi. Tofiq Bayram bəzən həddindən artıq çığıran şairdir. Mayakovski haqqında deyirlər ki, o çığıran şairdir. Bəzən də həqiqətən çox belə lirik şairdir. Bir şeirdə hətta bunu görmək olur. Məsələn, deyək ki, ana ürəyi şeiri var. Edir, sən qadın ürəyi, sən onu incitsən, bil ki, ağansız. Bu misrada bu Tofiq Bayramdır. İkinci misrada Tofiq Bayram deyil. Deyir ki, inləyən kamandır qadın ürəyi. Burada artıq incədir, burada artıq o Füzuli ənlilərini davam elətdirən, xalq ədəbiyyatını davam elətdirən bir şairdir. Yəni, Tofiq Bayram bizim ədəbiyyatımızın tarixində həqiqətən, məsələn, biz sonralar çox dost olduq, çox yaxın olduq. Mən Azərbaycan televiziyasında veriliş aparanda bir neçə dəfə
demək onun demək haqqında verilişdə zatlar elədim. Ömrünün təxminən axırında, bilmirəm axırlarına yaxın idi. Bəlkə də o 91-ci il. bəlkə də o kadrlar durur. Deməli getdim artıq yataqda yatırdı. Amma getdik biz onu yataqda çəkdik. Yataqda da çəkdik və deməli ekrana buraxdıq. Yəni bizim o dostluğum və çox qəribədir ki, Tofiq Bayram çılğın adam. Ben de bir sakit adam ama bizim dostluğumuz tuturdu. Yani bak böyle bir... Onun son şeiri də Qarabağı vermərəm oldu. Son Öyle değil şeiri, mi? hə. Onun Dünyanın şeyini da dedi, hə. o şeirle Güzel bir vidalaştı. sözdür. Çok karakterik sözdü o. Dedi ki Azerbaycan poeziyasının, şeirinin, edebiyatının vicdanıydı. Bu bilirsiniz, vicdanı olmak elə belə başa gəlmir. Valakardin şeirində yazır o. Ora gəlirəm. Hə, Valakardində. Ora bəli. gəlirəm. Valakardin. Bəli, bəli. Döş cibində Valakardin insana, Valakardin bax mənim cibimdə də var. Mənim cibimdə də var. Onda yazırdı. Döş cibində Valakardin, gəzdirirəm Valakardin. Ana məndən hey soruşur. Axı nədir bala dərdin? Axı sənin nə yaşın var? Düşülürəm, uyumaq kimi səni görmək istəyirəm, əyilməyən bir dağ. Amma nə gözəl açır orada. Nəyə görə Valakardin içir? Niyə ürək? Nəyə dözə bilər və nəyə dözə bilməz? Görün nə deyindi, anası da deyir. O nə bilsin ürəyimi, nə ağrıdır, nə göynədir. Sevincindən xəbəri var, xəbəri yox, dərdim nədir? Dərdin nədir? Qoy özün də cavab verin bu suala. Neştər olub sancılıram. Sancır məni dərvəkdən əyə. Bilirsiniz, mən bunu niyə qeyd edirəm? Bu mənim üçün çox əlamətdar və çox vacib bir şeirdir. Tofiq Bayram yazılığında. Tofiq Bayram bizlik dostlarını, kimlərin adını saydılar, onu istəyən adamlar. Bununla bərabər Tofiq Bayram incidilirdi də. Tofiq Bayramı bəzən başa düşmürdülər. Bəzən onun, bilirsiniz, şair həyat tərzini yaradıcılıqla qarışdırmaq olmaz. Mən özüm də şair olmasam, bir yazıcı, bir qələm adamı həyat tərzi yaşamışam. Nə olub mənə? Amma İntiqam müəllim, bu tarixən belə olub da. Bu yazı əhli zaman görürsən ki, incidilir. Onda da belə olur ki, cavan gedir də. Əslində onun taytuşları da var ki, ədəbiyyatda biraz üzdən gediblər, hər şeyin içinə, ürəklərinə salmayıblar. Onlar gəlirlər 97, 100 yaşa qədər demək olar ki, yaşayırlar. Allah ömür versin, yaşasınlar. Hərənin bir ömrü var. Hərənin bir xarakteri var. İncidilməyində əslində əsas var idi. Çünki Tofiq o dövrdə yazırdı ki, 26'ların mərmər məzarı mənim daş şidli partbiletimdir. Tofiq heç vaxt Komünist Partiyasının üzvü olmamışdı. Təsəvvür eləyin ki, partbileti məzarla müqayisə eləyirdi və 26'ların gömülməyini partbiletlə eyni səviyyədə olan bir hadisə hesab edirdi. Bunun özündə o qədər cəsarət var idi bu misrada. Belə yazan şairi təbii ki, təqib deyilənlər, təqib deyilənlər. Svetlana xanımın bir gözəl xüsusiyyəti də var. Bir bacı kimi o qədər həssaslıqla dayanıb keşiyində Tofiq Bayram irsinin. Valla bu hər bacının eləyəcəyi bir iş deyil. Yəni eşq olsun sizə. Var olun. Ailəniz haqqında biraz sonra sizə suallar verəcəyik. İndi isə İlqar müəllim sizlə davam eləyək. Tofiq Bayram uşaq olanda anası onu elektrik qatarı ilə Bakıdakı bu Pionerlər evində Ədəbiyyat Dərnəyinə gətirilmiş. Və o zaman o Ədəbiyyat Dərnəyinin rəhbəri də sizin atanız Əlfi Qasımov olub. Və oradan da sizin dostluğunuz ailəvi başlayıb yəqin ki. Buyurun. Atamın tanışlığı oradan başlayıb Tofiq Bayramla. Amma mən bayaqdan da qulaq asıram. Mən Azərbaycan ədəbiyyatında pafosla lirikanı bir canda yaşadan ikinci şair tanımıram. Tofiq Bayram kimi. Bu bir. Bu bunun deməli təyinidir. İkincisi onun çox maraqlı adam idi. Məni o insan kimi daha çox maraqlandırıb həmişə.
insan kimi daha çok maraqlandırıb. Çünkü ben ne bileyim belki tərbiyəmdən gələn şeydi. Ben insanlara göz koyup günde neçə dəfə eyni adamlara qiymət verirəm içimdə. Göz koyuram öyle bir ki müəllim kimi qiymət verir. Tevfik Bayram çok qəribə insan idi. Tevfik Bayramın qəribəliyi nədəydi? O zahiri kobudluktaki həssaslıq var. Bunun vücudundaki kobudluğun içinde bir dəhşətli bir həssaslıq yatırdı. Onun inciməyi də ondandı. O elə deyim sizə ki, məsələn, güclü təqibə məruz qalsın, döyüldü. Amma o hiss eləyirdi münasibəti. Münasibət hiss eləyirdi. Görəndə ki, bunu qəbul eləmək istəmir, ondan inciyirdi. Biz onların evində olmuşuq. Rəhmətlik Qulam kişi Tofiq'in atası. Çok çörək verən kişiydi və Tofiq'in ziyalı dostlarıyla, ziyalı çevrede olmasıyla dəhşətli dərəcədə sevinən bir adam idi. Onunla fəxr eləyirdi, ondan nəfəs alırdı. Baxarsan ki, məsələn, uşaq vaxtı baxırsan ki, adi Abşeron uşaqları cildindədir. Amma bunun bəlkə də şair olmağına təbdən də çox evdəki məhəbbət, evdəki yönətmə səbəb olur. Bəlkə də. Gəlmişik bunlara qonaq aparıblar. Mən də nə bilim, bəlkə 7 yaşında adım var belə. Atam da gedib, anamla mən də yanaşı oturmuşuq. Ziniyyət xanım da deməli anası yaxşı bir stol açıb. Biz də bunlara gələndə həmişə mütləq dəvə qutabı da olurdu. Bir dəfə tarixən elə olub ki, bu dəvə qutabı kimə söz verib, dəvə gətirib, kəsib. Ondan sonra cəmaat dadanıb ki, bura gələndə dəvə qutabı oldu. Qonaq gələndə hər dəfə dəvə qutabı istəyirlər. Təklifiyle olmuş. Deməli, bu məndə qutabı yenəm. Uşaq vaxtı. Gətirib qabağımıza qoyublar belə bir ortada bulutda. Hərəminin də qabağında öz boş qabağı. Anam da böyrümdə oturub. Bilirsiniz, bir haşiyə çıxıb deyim ki, o dövrün adamlarının, indiki dövrün adamlarının arasında çok böyük bir fərq var. O dövrün ziyalıları, o dövrün valideynləri uşaqları məclisə aparmağı uşağın tərbiyə üsuluydu. Mən atam heç vaxt deməyib ki, ay zırlama, bunu belə elə, bunu belə eləmə, deməyib. Həmişə baxmışam, atamın hərəkətinə baxıb mən nəticə çıxartmışam ki, belə məclisdə adam özünü necə aparmalıdır, belə yerdə necə danışmalıdır, belə yerdə necə yeriməlidir. Eləcə gəlmişik, oturmuşuq, qutabı gətirib bir iştahlı da iyi gəlir. Əvvəl də düşbərə verdilər. Düşbərə verdilər, xırda. Nəysə, bu qutabdan mən də boş qabımı anam birini qoydu, birini də öz boş qabına qoydu. Mən bunu da uduram da, mən də yeyimcil idim balaca vaxt. Qutab getdi, əlimi uzadanda anam məni dümsüklədi. Dümsüklədi, deymə, əlimi uzatma. Əlimi uzatma, oradan Ziniyyət xanım gördü, dedi, ay qız, işin yoxdur. Qoyacaq qutab yesin. Hə, mən də bileti aldım əlimə, qutabı da aldım. Yəni demək istəyirəm ki, evdə, məsələn, mən məclisdə atasının yanında elə pafosu yox idi. Elə pafosu deyildi. Çox sakit, təbiətli bir adam. Amma televiziyadakı çıxışlarını görmüşəm. Ben sonra bir xeyli müddət, uzun müddət televiziyada işlədim, dalga verişində. Dalga verişini apardım. Tez-tez görüşərdik. Onun, məsələn, çok maraqlıdır ki, bu sərhəd məftillərində bu kobud əlləriyle bir muğamat çalardım Azərbaycan deyəndə. Bak bu iki misradır da. Ne var burada? Bu iki misrada bu öz kobudluğun, əlin və Azərbaycana sevgisini necə birləşdirir? Niye kobud əllərlə çaldığını qeyd eləyir? Sərhəd məftili tikanlı olur. Onu adi əllə, bu əllərlə onu çalmaq olmaz ki. Onu Tevfik çala bilər ancaq. Benzersiz şair idi. Allah rəhmət eləsin. Ömrünün son illərində bir balaca elə bir cəmiyyətdən küsmüşdü. Çünkü bütün meclislerde bu danışanda insanlar hail-mail olurdu. O meydan aksabları başlayanda bunu da apardılar Ziya Bunyadov'la eyni günde. İkisini de fite bastılar oradan. Ondan sonra televizyada biz görüştük. Dediler ben başa düşmürəm. Ben başımıza gelen başa düşmürəm. Ben deyir başa düşmürəm ki bu cemaat harda olub bəs mən yazanda.
mən məclislərdə şeir oxuyanda. Yəni o boyda meydandakı adamlardan mənim məclislərimdə heç kim olmayıb ki. Burada kitab asılır. Çox dəhşətli. Əslində o dövr mənə hətta bir dəfə dedi. Qarışıq ağır dövr idi o Bəli, vaxt. mənə bir dəfə dedi ki... Əslində Tofiq Bayram qədər, yəni ki o vətən, torpaq haqqında şeir yazan... misilsiz. Bəli, əsas yaradıcılığı bunun üstündədir onun. Orada Elədir. ben bir korrekt eləyim Yılgar. Tevfik şehir demişti orada. Ha. O devirde o meydanın sahibi olan Kəs, Fəhlə. Mikrofonu Tevfik'in elinden almıştı. Ha, Demişti olabilir. bura şehir meclisi değil. Bəli, Onunla bəli. başka söz deseydi, fitap atsaydılar Tevfik'e o kadar tesir eləmezdi. Bu söz ki şehir meclisi değil. Aslında o vətənpərvərliyin esas təbliğatçısı Binəy qədimdən həmişə şeir olub, şairlər bəli, olub. bəli, düzdür. Baxın, ümumiyyətlə şeirə, şairə qarşı onu hörmətsizlik kimi qəbul elədi. Bak, İncidi, ondan incidi. sonra o incidi və oralara getmədi. Söz Bu efendim, mənə əslində belə dedi olur. ki, deməli o hadisədən biraz az sonra televiziyada görüşdük. Mənə dedi ki, Aylgar, nə yaxşı Əlfi tez rəhmətə getdi. Bu sözü mənim yadımdan çıxmaz. Bəli, təbii. Onu 85-ci ildə mənim atam rəhmətə getmişdi. O hadisələrin heç iyi də gəlmirdi. Mən də onu dəfələrlə anama deyəndə hər dəfə belə inciyirdi. Deyir, niyə axı o yaşayır? Deyirəm, yox bu hadisələr nə qədər adamın iç yüzünü açdı. İlqar Nə müəllim, qədər adamı o tanıdı. Qarabağ hadisələri bəli Tofiq Bayrama çox təsir eləmişdi. Namusum İsmətimdir, Qarabağı vermərəm yazdı və ürəyi dözmədi. Yəni ki o dünyasını O da. dəyişdi. Əsas Bəlkə də səbəb ürək qalsa oldu. da Ürək. qalsa da o Qarabağın işğal olunması anı ona daha ağır təsir eləyərdi. Gəlin söhbətimizin bu yerində Tofiq Bayramın Qarabağı vermərəm şeirini dinləyək. Kimlər ki şəfqət tapır ana təbiətimdən, dərman kimi dağların havasını verərəm, amma dağı vermərəm. Mən heç zaman dönmərəm fikrimdən, niyyətimdən. Lazım gəlsə gözümün qarasını verərəm, Qarabağı vermərəm. Əl sınsın tarixi belə düzüb qoşanın, gözüm yoxdur üstündə bircə qara daşının. Ağ dumanlar gəlinlik duvarıdır şanım. Mən gəlinin üzündən o duvarı vermərəm. Namusum İsmətimdir, Qarabağı vermərəm. Bilirsiniz maraqlı nədir? Baxın, indi şeir səsləndi. Əslində mövzu etibarı ilə çox ciddi və ağır bir mövzuya həsr olunmuş şeirdir. Amma Tofiq Bayramın yaradıcılığında, şeiriyyatında ahzar, küskünlük, düşkünlük, bədbinlik yox idi. Bilirsiniz, yəni bu mövzunun özündə belə necə işıq var, mübarizə var. Özü mübarizə adamıydı. Bəli. Və həqiqətən də biz Qarabağı vermədik. Bəli, Qarabağın bəli. üzərində biz zəfər yürüyüşü elədik və onu geri qaytardıq. Əslində bu Tofiqin şeirinin realizmini təsdiq edir. Yəni vermədik. bəli, Elə bizim bəli. oldu. İnşallah ruhu da bizim şaddır. idi, bizim oldu. Bəli, İnşallah. mən belə fikirləşirəm. Əziz tamaşaçılar, verilişin bu məqamında biz məşhur Əziz Dostum mahnısına qulaq asacağıq. Çox sevimli bir mahnıdır. Sözləri Tofiq Bayramın, musiqisi Qulu Əskərovun və bu mahnının da yaranma tarixçəsi var. Bir qədər sonra Sveta xanımdan xahiş eləyəcəyik ki, bizə o haqda danışsın. Hal-hazırda isə mahnını bizim üçün Abgül Mirzəliyev ifa edəcək. Və nəzərinizə çatdırın ki, onu müşayiət edirlər tarda Rüstəm Müslümov, kamançada Toğrul Qasımov. Əziz dostum məndən küsüb incidi, yat kimi ayrılıb çıxdı evindən. Əziz dostum məndən küsüb incidi, yat kimi ayrılıb çıxdı evindən. Dost gedən yolları
hasretinde mən dost gedib qalmışam həsrətində mən necə rəyamla qoşum necə dinlərim dost gedib özümə gələ gözümün yaşını silebilirəm. Öyle bir ellerim yok halım benim, gözümün yaşını silebilirəm. Gözümün yaşını silebilirəm. Saldığım otarım getirim mənə görün ki sənətdən necə mahirəm. Saldığım kamalı getirim mənə görün ki ifadan necə mahirəm. Elindəyəm kimi bircə tərinə çekip kırıldı odan, teller hayray çekip kırıldı odan. Gözlere yağma koşum nece dinlerim, dost gedib özüme halım benim, gözümün yaşını silebilirəm. Öyle bir ellerim var halım benim, gözümün yaşını silebilirəm. Gözümün yaşını silebilirəm. Gelin itirmeye dostlar kardeş, gelin itirmeye dostlar kardeş, onsuz da yol çok değil, yakında yol sirdaş. Dostluk kalasından, dostluk kalasından bir kerpiç bir taş uçurup aparır her saat her il. Bizim ey
vaxtımız deyil. Vay bir körür hem de bir körür hem de tapana kadar can evirlerle olur derbeder. Var devlet dünyada gelip de gider. Var devlet dünyada gelip de gider. Her şeye göz yumup dosta etmeyin. Bizim dost bitiren vaxtımız değil. O gedib qalmışam həsrətində mən. Dost gedib qalmışam həsrətində mən. O gedib qalmışam həsrətində mən. Dost gedib qalmışam həsrətində mən. Abgül Mirzəliyev, təşəkkür edirik. Çox sağ olun, Abgül. Dinlədiyimiz Əziz Dostum mahnısı ətrafında da istəyirik sizdən bir balaca. İndicə dinlədiyi bu mahnını, onun da tarixçəsi var. Söylədik axı tamaşaçılarımıza. Balaca danışın. Mesela burasındadır ki bugün tek Azerbaycan'da ve Türkiye'de değil bütün Türk dünyasında en meşhur olan mahnılardan biridir. Türkiye'nin en görkemli müğənniləri bu mahnını oxuyublar. Bunu Özbəklər də oxuyur, bunu Qazaxlar da oxuyur bu mahnını və digər Türk dilli xalqların hamısı bu mahnını oxuyur. Və bilirsiniz, Tofiq o ömrünün çox böyük bir hissəsini tərcümə fəaliyyətinə həsr eləmişdi. Bəli, Dünyanın o dövrdə Sovet İttifaqının ən görkəmli şairlərini bizim dilimizə tərcümə eləmişdi. Hətta söhbətlərimizin birində mən Tofiqə dedim ki, ay Tofiq, sən niyə özünün orijinal yaradıcılığıyla məşğul olmursan, bu qədər tərcüməyə fikir verirsən? Dedi, ay bacı, mənim ürəyim partlayır. Mən istədiyim şeyi yazanda çap elətdirə bilmirəm. O vaxt siz bilirsiniz ki, senzura var idi. Məsələn, deyirdi, Rəsul Həmzatov SSR Ali Sovetinin deməli ki, bir palatasının sədri idi o dövrdə, SSR Ali Sovetinin. O istədiyini yazır, onun adıyla nə istəyir gedir, heç kəs ona heç bir irad tuta bilmir. Çünki o yüksək vəzifədədir. Amma mən onu öz adımla yazanda, mən yəni istəyirəm yazım, amma yaza bilmirəm. Tofiqin belə şeirləri olub, amma... Elə ona görə də Rəsul Həmzatov özü etiraf edirdi ki, mənim şeirlərimin tərcüməsi daha güclüdür. Tofiq Bayramın qələmində. Bilirsiniz niyə? O ürəyinin bütün yanğısını qoyurdu o tərcüməyə, ona görə. O bir aksiyomadır. O, bu şeirə gələndə, bu mahnıya çevrilərək dünya demirəm, amma Türk dünyasında məşhur olan bu şeiri, Əziz Dost şeirinə gələndə, Tofiq o şeiri yazıb və o şeiri Rəsul Həmzatovun adı ilə bağlamaq çox böyük günahdır. Çünki o şeirin, o musiqini, o mahnını, çünki o şeirin sözlərinə yazılıb, Tofiqin sözlərinə yazılıb o mahnının musiqisi. Rəsul Həmzatov onu avar dilində hər hansı bir şeir yazıb. Onun Naumov var idi, o məşhur onun tərcüməçisi. O tərcümə eləyib. Sonradan güyənmiş ki, Tofiq həmin o tərcüməni Qulay Əsgərovla birgə işləyib mahnıya çevirib. Bu
düzgün hərəkətdir, bu düzgün rəydir, bu düzgün fikir deyil. Tofiqin orijinal şeiridir o şeir. Həmin şeiri Tofiq Qulu Əsgərovla birgə işləyiblər və mahnı şəklində o şeir yazdı. Son vaxtlar bu Rəsul Həmzətovun nəsə oyunu ilə bağlı. Tofiq əgər Rəsul Həmzətovun tərcüməkçisidir də, o deməkdir ki, o şeir mütləq Rəsul Həmzətov Şeirlər kitabı var idi. Rəsul Həmzətovun başqa bir şeiri var Səməd Vurğunla bağlı. Güya deyirlər Səməd Vurğundan küsüb, sonra onu ilə barışmaq üçün. O şeir deyil. O şeir bilirsiniz hansı şeirdir? Rəsul Həmzətov gəlir Səməd Vurğungilə, Səməd Vurğun vəfat eləyəndən sonra istəyir oradan pilləkənlərlə qalxsın. O deyir ki, sənsiz bu pillələrlə sənin evinə qalxmaq, zirvələr sifət etməkdən çox çətindir. Ay Səməd, məni dindir, ay Səməd. Vurğuna bax yazdığı o şeirdir. Həmin mahnı ilə əlaqələndirmə. Sözlər görürsünüz tamamilə müxtəlifdir. Birdən-birə niyə belə fikir ortaya? Dost müəllimin əlavəsi. Söhbət tərcümədən gedir. Söhbət Tofiq Bayramdan gedir. Söhbət Rəsul Həmzətovdan gedir. Mən bir dəfə qoy rusça deyim də, üzr istəyirəm, məni bağışlasın da, bir stolbek 101 dənə Şeyx Nizaminin qəzəllərini oxudum. Bu tərəfdən də 101 dənə. 202-sini də qaytardım. Heç nə də istəmədim. Heç birisi xoşuma gəlmədi. Nağıl idi. Kim tərcümə eləmişdi bilmirəm. Sifariş verdilər. Axundov kitabxanasından təzəsini gətirdilər. O şeir ki, Nizamini mən, məsələn, bu misralarını oxumuşam. O böyük, ağıllı, aqil hökmedar öz şahlıq taxtında tutarkən qərar, əmr etdi, verildi belə bir fərman. Alimdir gözümdə ən əziz insan. Elmlə, hünərlə, başqa cür heç kəsə üstünlüyü eləyə bilməz. Rütbələr içində seçilir biri, hamıdan yüksəkdir alimin yeri. Gözəl tərcümədir. Bunun nağıl formasını oxumuşam. Göndərdim. Uzun müddət Rəsul Həmzətovun eşitmişdim ki, papaq məsələsi, papaq atma, qızın pəncərəsinə papaq atma. Bunun axırıncı misrasını bilirdim, eşitmişdim şeir formasında. Ay Allah, mən bunu hardan tapım? Elə mühit yarandı ki, məni dəvət elədilər tədbirlərə. 10 il getmədim, utandım getmədim. Sonra gördüm, yox, mümkün deyil, bunsuz mümkün deyil. Onda gərək gedim ki, nəsə borc alım. Getdim və öz yolum, öz üsulum oldu. Nə inirdim? Elə şeyləri eşidirdim toylarda. Ağalı müəllim, öyle gözəl sözlər deyirdilər. Allah, yanırdım. Mən bunu nətər yadda saxlayayım? Hamısını yadda saxlaya bilmirəm. Getdim, diktafon aldım. Gətirdim, məsələn, tutaq ki, İlqar müəllimə söz verirdim. Buyursun İlqar müəllim, diktafonu buyurdum arxa tərəfdə. Musiqiçilərin stolunun üstünə knopkanı basırdım. O dediyi şeyi götürürdüm. Bununla da götürdüm. Fərman adında bir oğlan, Abşeron mehmanxanasının şərq zalı, Bağzal tərəfə. Dedi ki, qoy çırpınan ürəyimiz düşsün təzə bir sorağa, gəl yollanaq bir kəndə biz, bəxtimizi sınamağa. Rəsul Həmzətov dostuna məktub yazır, bu orijinal təklif eləyir. Ya da salaq o çağları, ömür cavan qalır deyə, gəl tullayaq papaqları bir qız baxan pəncərəyə. Birimizin papağını bəyənməyib atsa yerə, çəksin oradan ayağını birinin də o pəncərə. Özüm uşaq olsam da mən uşaqlardan kənar gəzim. Gecə gündüz dəli dolu cavanlardan əl çəkməzdim. Onun üçün də vaxtından tez ürcah oldum məhəbbətə. Bir gün həmin cavanlarla gəlib çıxdım bir həyətə. Ay yarpaqlar arasında nurdan çələng toxuyurdu. Bir gözəl qız pəncərədə şirin nəğmə oxuyurdu. Oxuyurdu həzin gəl deyib bir oğlana, göy gözüksə heç gəlməsin, başqa elçi gələr ona. Sinəmdəki ürək deyil, bir çırpınan körpə quşdu. Cavanlar da papaqları pəncərəyə tuşlamışdı. Düşündüm ki, heç olarmı geri qalım o döstədən. Papaqların arasından öz kepkamı tulladım mən. Əz-rüyüzü boz kepkamı tullayanda o qız yerə, bildim bəxtim gətirmədi. Doluxsundum birdən-birə. Tez dərdim əşəri çıxıb, böyle yaman tələsmirsən. Hələ uşaqsan ki, hələ uşaq, böyüyüb gəlib uyulirəsən. Aylar, günlər ötdü sular kimi axa bir gün mənim yolum düşdü. Yenə çox sevdiyim bu bağçabağa. Yenə alıb papağı ilə, yenə alıb həm pəncərəyə tulladı hərə öz papağını. Mən də həmin pəncərəyə tulladım öz şlyapamı. Ah, şlyapam nə gündədir. Bənzəri var yırtıq dəfə. Güllə dəymiş qarğa kimi
yaymalanıb hər tərəfə. Ürəyimdən keçənləri gözlərimdən duydu qız. Dedi, yaman gecikmişsən. Haradaydın, ay insafsız. Nə qədər ki ömür sevgi yollarına üz tutmuşam, ömür boyu tələsmişəm, ömür boyu gecikmişəm, ömür boyu tələsmişəm. Və mənə elə gəlir ki, bu Tofiq Bayramın Ağalı müəllim, xoş gəlmisiniz. İndi düzdür, tamaşaçılarımız düşünə bilər ki, ədəbi mühiti təmsil edən insanlar buradadır. Ağalı müəllimin, məsələn, buradakı iştirakı nə ilə bağlıdır? Biraz ipucunu verdi Vaqif müəllim. Hə, bayaq dedi. Demə, Tofiq Bayramın Səttar Bəhlulzadə ilə çox belə, nəinki dostluq, o bir qardaşlıq, o bir belə bağlılıq idi. Və ikisi də Bakılı, hətta öz ölümündə belə onun vəsiyyəti idi ki, o Səttar Bəhlulzadənin yanında dəfn olunsun. Baxmayaraq ki, 2-ci Fəxri Xiyabanda dəfn olunmalıydı. Siz bir qədər özü istəmişdi, bəli, öz vəsiyyəti. Buyurun. Mən fotomateriallara baxdım və burada yazıçıları, rəssamları gördüm, bəstəkarları gördüm. Əgər biz bugünkü 21-ci əsrə baxsaq və keçmişə 20-ci əsrə baxsaq, 60-cı, 70-ci illər dahilər ili idi. Bəli. Renesans dövrüydü. Niye deyirəm ki, mehribançılıq? Məsələn, Tahir Salaxov Kara Karayın portretini işləyir. Fikret Amirov, Resul Rızanlı, Mikail Abdullayev, Fərhad Bədəlov, Anar, Toğrulu. Yəni demək istirdim, çox böyük şəxslərin, bəstəkarların, şairləri. Biz bir ailə kimi idi. Mən də cavan idim o vaxt. Bir ailə kimi idi. Və ona görə mən bir şey yada salmaq istəyirəm. Burada bir mahnı çalındı dost haqqında. Mən elə İslam səfərliyinə çox yaxın idim. Elə Əlfi müəllimlə də tez-tez görüşürdüm. Çünki İslam mənim ən sevdiyi insanlardan biri, şəxsiyyətlərində Əlfi müəllim idi. Və onlara gəldi, ya yuxarıda da Əlfi müəllim yanı, ya burada. Nəyə demək istəyirəm? Deməli, o ki, sənətkarlar arasında münasibət, rəssam, bəstəkarlar çox sıx münasibət idi. Burada Leonardo da Vinci'nin şeiri var, deyir ki, rəngkarlıq poeziya dansı sən görürsən. Poeziya rəngkarlığı dansı sən eşidirsən. Əgər ruh rəssamın əlinə aparmışsa, orada sənət əsəri yoxdur. Ümumiyyətlə insana bədəninə qida lazımdır. Lakin onun ruhuna həqiqət, səmimilik lazımdır. Belə dahi edərəm sözünə deyir, yaradıcı insanlar qeyri-adi insanlardır. İndi biz Tofiq müəllim haqqında danışırıq da. Birinci mən o ilk dəfə görəndə İslam Səfərinin evində Cabir Novruz da oradaydı. Söhbət elədi və mən bir şey, onun hissəsi, ümumiyyətlə biz insanı görəndə obrazda görürük. Mən bir alovlu bir alov kimi gördüm onu. Hələ bir alovlu, ot kimi. Və bir anlam şeirlərdən danışırdı. Mənim də dostlarım çoxdur, özüm də şeir sevirəm yazmağım. Və mən az şairlər tanıyıram ki, öz şeirlərini oxuya bilir. Amma bu şeiri yaşadırdı. Nəfəsinlə, ruhuyla yaşadırdı və orada ilk dəfə həyatımda gördüm ki, İslam mənim ürəkdəndir, Cabir Novruz, Tofiq mənim də ürəkdən dedilər. Sonra İslam mənim götürdü rümkanı, mən də cavan edim, atdı yerə, sındı, sonra deyir, sınandadır yaxşısına. Deyirəm, İslam mənim başa düşmədim. Deyir ki, ağalı, sən bu stakanı yığa bilərsən. Deyirəm, yox. Deyir, amma stakan elə bir sına bilər ki, onu yığa bilərsən. Dostluqda nəsə bir şey saxlamalıdır, o dostluğu birləşdir. Və yadımda da onda İslam müəllim deməli Gəncə bölməsinin sədri idi və orada nəsə bir problem vardı. Yəni, evdə telefonla zəng gəldilər, bunlar böyük şairdir. Amma və İslam müəllimin evində Səttar Bəhlulzadənin əsəri vardı. Mən gən də bunu deyirəm ki, rəssam, bəstəkar, yazıcı eyni həqiqəti axtarırlar. Eyni həqiqəti axtarırlar və orada ilk dəfə mən eşitdim Tofiq müəllimdə ki, yeganə birinci adam o idi ki, dedi ki, o dahi rəssamdır ya, bilirsən ağalı da. Və ondan sonra isə Heydər Əliyev, onun 80 ilində açılanda demişdi. Onu demək istəyirəm ki, doğrudan da Tofiq Bayram böyük şəxsiyyət idi. Onun haqqında demək, onun şeirlərini oxumaq, onun mövzuları. O da bilirsiniz, Allahdan gələn bir istedaddır. Çaykovskinin sözü var, deyir ki, əgər istedadı
genişləndirmirsənsə mümkün deyil. Amma bunlar ömrü boyu yaşayıblar, ömrü boyu yaradıblar və belə bir şairlər, belə bir dahi şəxsiyyətlər xalqın yaddaşında həmişə yaşayacaqlar. Və indi bəlkə də sonra gəldiniz ki, məndən sonra deyəsən hamımız danışmışsınız, amma biz rəhbərliyə gələndə 85-ci yaddaşında mənə görə də ağarı küsmüşəm sizdən. Burada Fərhadın ələ şəkili var. Bana nə o? Səttarcan heç eləmədi. O dahidir. Nə heykəli, nə belə küçəsi, nə muzey. Dedim, Tofiq deyəm də təzə gəlmişik. Oradan küçə də oldu. Ömər müəllim oradan da gözəl bir heykəl də elədi. Sonra da oradan da çox gözəl muzey açıldı orada. Və həmişə Südlan'a deyirəm ki, biz Səttar müəllimin qəbrisine hər gedəndə mütləq Tofiq müəllimə də gül qoyuruq. Yanaşı dəfn olunurlar. Biraz dərinə gedib o mühiti formalaşdıran bir məkanı xatırlatmaq istəyirəm. Bir yazıçılar evi var idi. Biri Şuşada idi, biri Şüvələndə. Şüvələndəki Məşədi Əzizbəyovun əmsinin mülküydü. 18-ci əsrin sonlarında dikilmişdi. Çox belə bir gözəl bir malikanə idi. Çox böyük də ərazisi var idi. Və o vaxt bir ədəbiyyat fondu, Qlav Litfond deyirdilər. Çox qüdrətli təşkilat idi. Çünki Sovet dövründə bütün klassiklərin əsərləri təkrar çap olunurdu. Bütün vəsait ədəbiyyat fonduna gedirdi. Və ədəbiyyat fondunun həm o istirahət evlərini saxlamağa gücü vardı, həm pulsuz putyovka verməyə, göndəriş verməyə gücü vardı. Mənim taleyim belə gətirib ki, yəni o mühitdə olduğum üçün təxminən 10 il, 12 il, bəlkə də 15 il, bir ay yazıçılar evində, Şuşada, bir ay Şüvələndəki yazıçılar evində, bir ay da Babamgildə rayonunda keçirmişəm. Bütün tətillərim elə keçib. Bax, o Şüvələndəki yazıçılar evi, köhnə yazıçılar evi barədə 3-4 kəlmə demək istəyirəm. Çünki orada 2 il biz rəhmətli Tofiq Bayramın ailəsi ilə, Zərifə xanımla bir yerdə istirahət eləmişik bir il. O istirahət evində elə bil ki 3 dənə bir-birinə toxunmayan, bir-birinə mani olmayan klub yaşayırdı. Biri uşaqlar klubuydu. Uşaqlar hamısı qardaş idi. İnanın ki, bizim orada tapdığımız qardaşlığı sonra biz ömrümüz boyu başqa yerdə tapa bilmədik. Bir qadınlar klubu, anam, Zərifə xala, başqa uşaqların valideynləri, bir də kişilər klubu. Kişilər də, bunlar nə bir-birinə qarışardı və nə bir-birinə mani olardı. Bir-birinə baxıb davranış seçərdilər. Kişilər klubu şənbə bazar işləyirdi. Çünki bunlar hamısı işləyirdi. Ancaq şənbə bazar günü gəlirdilər ora. Orada bir köşk vardı. Orada otururdular. Poeziyadan danışan kim, nerede oynayan kim, ne bileyim, dominoyu görmemiştim. Ama nerede oynayanlar vardı. Kadınlar da oturardılar ve uşaq klubundan azca aralı, uzaktan bize sadece göz koyardılar. Kim orada mesela davranışında bir səhvə yol verərdisə, akşam otağa gələndə tənbihin alardı. Uşaqlar klubu da en böyük məşğuliyyətimiz bağın lap aşağı tərəfinə gedib, orada bir 4-5 hektarlıq ərazi vardı. Talvarlardan aşağı ümumiyyətlə ovdan var idi, falan idi. Gedərdik orada dövrə vurub oturardıq. İlk məşğuliyyətimiz. Bir-birimizə qorxulu nağıllar danışardıq. Qorxulu nağıllar. Ya uydurardıq. Ben çok vaxt uydururdum çünkü oxumamışdım. Qorxulu nağıl bilmirdim. Bax, oradaki qardaşlığı, oradaki dostluğu sonradan da davam etdi və bir balaca təəssüfə layiqdir ki, təəssüf eləyirəm ki, bütün şair və yazıçılar ora gəlmirdi. Kimin bağı vardısa, ora gəlmirdi. Bizim bağımız yox idi deyə biz ora gəlirdik. Və o mühiti ben çok istəyərdim ki, dövlətimiz də güclənir. O mühiti bərpa eləmək lazımdır. Çünki oradaki tərbiyə uşağa ömrünün 70 yaşım artıq tamam olub. Mən o tərbiyə hələ elə bil ki, bugün yaşayıram. Onu daşıyırsınız özünüzlə. Onu özümlə bütün ömür boyu daşıyıram. Əlbəttə, ədəbi mühit başqa bir aləmdir. Amma onu evdə uşağı vermək imkanımız getdikcə məhdudlaşır. Çünki uşaqların maraqları artır. Və heç təsadüfi deyil ki, nə bizim elə pafoslu şairimiz yetişə bilir indi, nə güclü yazıcımız yetişə bilir indi, nə psixologizmdə dolu
aktörümüz yetişebilir indi. İlqar Çünki biz- müəllim, baxın o mühit deyirsiniz də, mühit lazımdır da. Tofiq Bayramın özünün böyüdüyü mühit, atanız sizin Svetlana xanım, atanız şair, yazıcı olmayıb, amma bir sənət qiymət verən, bir sənət xidarı kimi sənəti bilən bir insan idi və siz uşaq mühiti vaxtından evdə yaratmışdı evinizdə sizin çox belə tanınmış adamlar, Xan Bəli. Şuşinskidən Həqiqət Rızayevadan Rızayevadan bəli evinizə gəliblər. Əliağa Vahiddən Və o mühitdə belə. böyüyüb Tofiq Bayramda. dövr- Sonra da siz o mühitin davamı olaraq siz də orada böyümüsünüz. Bəli. Sizlə. Sonra Teyyub Dəmirov atamın yaxın dostu idi. Məsələn, Xan Şuşinski həm atamın vaxtı ikən toyun eləmişdi, həm də Tofiqin toyun eləmişdi. Mütəllibov var idi o vaxt Tofiq məşhur. Bayramın toyundan çox danışırlar. Niyazi bizim Orada nə olmuşdu yaxın ki? dost. Tofiq Necə? Bayramın toyundan çox danışırdılar. Nə Bəli, olmuşdu bəli. orada? Bəli, deməli ki, vaxtı ikən Xan Şuşinski Qarabağın məşhur müğənnisi idi. Hələ gənc idi o. Amma Bakıda o qədər də məşhur değildi. Atam bir dəfə Qarabağda toyda olanda Xan Şuşinskini ifasını orada görmüşdü və ona sözün əsl mənasında vurulmuşdu. Ondan sonra 1931-ci ilin dekabr ayında, qış günündə Xan Şuşinskini öz toyuna dəvət eləmək üçün onun ardınca adam göndərir ki, Xan Şuşinski bizə toya gəlsin. Xan Şuşinski gəlir, o vaxt atamın toyunu eləyir və Xan Şuşinskinin elə xeyir duası ilə anam xoşbəxt bir ailə qururlar və dünyaya 9 övlad gətirirlər, neysə. Amma atamın toyunda Xan Şuşinski belə bir cümlə işlədir. Deyir ki, Qulam, əhd eləyirəm, zaman gəlsin, sənin bir oğlun olsun, oğlunun toyunu da mən gəlim aparım. Zaman ötür, Tofiq çox gənc evlənir, çox gənc, 22 yaşında. Atam gedir Xan Şuşinskinin yanına, deyir, dediyin sözə əməl elə. Artıq oğlum böyüyüb, Tofiqin toyudur, səni dəvət edir. Bu da deyir, Xan Şuşinskinin qəribə Qarabağ ləhcəsi ilə danışıqları olurdu, çox qəribə. Deyir, sən oğlun nə tez böyüdü. Deyir, hə, cavandır, 22 yaş var, amma onun toyudur. Deyir, bir yaxşı nərd var sizdə. Nərdbaz imiş. Atam deyir ki, hə, var. Deyir, hə, mən səhərdən gələcəyəm, sizdə nərd oynayarıq. Toy başlayanda da toy yaparar. Elə atam oradan çıxır, gedir Kubinkaya. 56-cı ildə olur. Evimizdə nərd var idi. Amma atam istəyir ki, xanın hüzuruna ən gözəl bir nərd çıxarsın. Orada sonralar o nərdlər çox oldu. Stolun üstündə idi elə bir, özünün altlığı var idi və onun üzərində nərd var idi. O nərd çox qəribə bir nərd idi və o dövrdə hətta o nərdin daşları da fil sümüyündən olmuşdu. Qara bir də ki, ağ daşlar. Hə, atam o nərdi alıb gətirmişdi evimizə və doğrudan da Xan Şuşinski səhərdən gəlmişdi. Sonra o toy, ümumiyyətlə o toy deyildi də. O elə bilin ki, muğam müsabiqəsi idi, şeir sənət müsabiqəsi idi. O toyda Xan Şuşinskidən əlavə o dövrün çox məşhur tarzəni olan Qurban Pirimov iştirak eləmişdi. Qarmonda Teyyub Dəmirov çalmışdı. O vaxt hələ gənc ola, hərdən birdən sonradan mən rastlaşırdım Əlbaba Məmmədov rəhmətliklə. Həmişə o toyu yada salırdı, mənə deyirdi ki, cavan idim, amma o toy məşhur və digər görkəmli sənət, şeir ustaları həmin toyda iştirak eləmişlər. Svetlana xanım, bir şey də soruşmaq istəyirəm sizdən. İndi bu barədə yazılır, hər yerdə deyilir. Biz bu verilişdə də bu mövzuya toxunaq. Türkiyənin Mədəniyyət Naziri Namiq Kamal Zeybək demişdi ki, mən Bakını, Azərbaycanı Tofiq Bayramın Sevda Aydana yazdığı şeiri ilə sevdim. Amma o şeir də bir balaca onu belə başına müsibətləri gətirən bir şeir oldu. Amma Allah qərin-qərin rəhmət eləsin. O dövrdə Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifə tutan Heydər Əliyevdən o şeirlə bağlı böyük qalmaqal olmuşdu. Həmin şeir Türklər
Türkiyə vətəndaşlarının əksəriyyətin tərəfindən əzbər deyilirdi. Hətta indiyəcən belə o İndiyənəcən ezberləyirlər o Hətta şeiri. bir neçə il bundan qabaq bir məşhur Türk qadın jurnalisti Bakıya gəlmişdi. O mənə dedi ki, bildi ki, mən Tofiq Bayramın başçısıyam. Dedi ki, mənim eşim, yəni yoldaşım, Türkiyəli Türkdür. Amma mən vaxtı ikən buradan Ağdamdan getmiş Türkəm. O deyir, mənə eşqini heç cür aça bilmirdi. Müraciət eləmişdi Sevda Aydana həsr olunan şeirə. Onu ilə mənə eşqini açdı. Yəni o şeir çox məşhur idi, amma əfsuslar olsun ki, Namiq Zeybək Bakıya gələndə çox cəhd eləmişdi Tofiq ilə görüşsün. O alınmamışdı. Həmin şeiri başdan ayağa əzbərdidir. Birinci misradan sonuncu misraya qədər. Dövlət səviyyəsində o gəlmişdi, nümayəndə heyətinə rəhbərlik eləyirdi və çox təəssüfləndi ki, mən Tofiqi sağ ikən görə bilmədim. Hətta Heydər Əliyev o şeirə görə qorudu Bəli, o Tofiq dövrdə, Bayramı. bəli, o şeirin də tarixçəsi var. Türkiyədə o şeir məşhurlaşdı. O vaxt Azərbaycan Türkiyədə səfirliyi yox idi. SSR-nin Türkiyə səfirliyi var. Səfirlikdə də belə bir qanun var da, səfiri olduğun ölkədə nə hadisə baş verirsə, Ruslar onu mütləq qeydiyyatdan keçirdirdilər və yuxarı xəbər eləyirdilər. SSR deməli ki, Sovet İttifaqı səfiri Rusiya, Türkiyədə olan bu barədə o dövrdə Moskvaya xəbərdarlıq edir ki, bir şair nəsə bir şeir yazıb, türklərin hamısı onu əzbər bilir. Özdə o vaxt yəqin ki, təsdiq eləyərlər bu ədəbiyyatçılar ki, senzuradan keçməyən bir şeiri xaricdə çap elətdirmək ən azı günah sayılırdı. Ondan sonra zəng eləyirlər Bakıya, Heydər Əliyev bu işdən xəbər tutur. O dövrdə Tofiq opera teatrında işləyirdi. Həmin opera teatrında direktoru atamın yaxın dostu olan, bizim ailənin elə bir üzvü kimi qəbul etdiyimiz Niyazi Maestro Niyazi idi. Niyazin deyir ki, o oğlan başına ağıl qoy, belə şeylər eləmək böyük risk tələb eləyir, amma mən onu qoruyacağım. Ona deyirəm ki, Əmircandakı evlərində qalsın, 6 ay heç yerə getməsin, 6 aydan sonra mən deyəcəyəm nə eləmək lazımdır. Amma onun marşını yaz, şairi pulsuz qoymaq olmaz. Bu da Heydər Əliyevin həm böyüklüyüdür, həm humanizmidir. Tofiq Bayram həm vətənpərvər, həm vətən, torpaq haqqında bayaq dedi ki, şeirləri onun ana xətti kimi keçir şeirlərin içində. Eyni zamanda o böyük türkçü idi. O Almaz İldırım və türkçülüklə bağlı danışığı var, sözləri var. Gəlin dinləyək. Almaz İldırımın faciası nə idi? Onun faciası o idi ki, vətəndə qürbətdə yaşadığı kimi yaşayırdı. Yaxşı ki, qürbətə getdi. Qürbətdə bizi Türkiyəyə ancaq sərhədlər, saldatlar bağlayır, kəsir. Bir vətəndir, bir torpaqdır, bir nəfəsdir, bir əqidədir. Yaxşı ki, o gedə bildi. Amma o, bəlkə 50, 80 il, 100 il yaşaya bilərdi. Onun şeirlərini elədiniz, duydunuz. Vulkan kimi püskürür, təndir kimi o tutub yanır. Almaz İldırımın ürəyi vətən həsrəti ilə. O indiyə qədər yaşaya bilərdi. O həsrət onun ürəyini göylətməsəydi. Biz görün nələr itirmişik, kimləri itirmişik. Amma gəlin heç olmasa öz günahımızı bundan sonra yuvaq. Bizim hamımızın günahlı olub bu işdə. Gəlin arxivlər bunları araşdırsınlar. Almaz İldırıma xalq düşməni, pan-türkist deyənlər kimdir? Doğrudan. Mən üçün bu yenidir, görməmişdim mən bunu. Sveta xanım deyir, hardan tapmışsınız bu görüntüləri? Mənim üçün bu yenidir. Sovet vaxtında deyir bunu. Bəli, Sovet vaxtında. Tofiq 91-ci ildə rəhmətə gedəndə hələ Sovet dağılmamışdı. Nə böyük Tofiq cəsarət, Bayram bir nə böyük dissident idi. cəsarət. Lazımdır. Bəli. Tofiq Bayramın yaradıcılığı da dərindir, şəxsiyyəti də. Onun haqqında mən və biz çox əminik ki, sizin ürəyinizdə hələ çox sözlər qaldı deməli. Amma bizim efir vaxtı var, bir verilişi bitirməliyik. Hamınıza bura qədər gəldiyiniz üçün təşəkkür edirik və sonda Tofiq Bayramın öz sözləri
şeirləri ilə bitirmək istəyirəm. O deyir ki, məhəbbəti ilhamı vəzifə ilə alarsan, zorla Allah olarsan, zorla şair olmazsan deyərək o əsl şair ömrü yaşadı. Elə bir ömür ki, sözün, ədəbiyyatın və əbədiyyətin ömrü oldu. Gözəl. Bir də sözdən elə söz düşmüşkən, şair öz eli ilə sevinə gərək, elin qəzəbi ilə qabarmalıdır. O ana bətnindən məzar evinə ürəyi tərtəmiz aparmalıdır. Tofiq Bayram bax belə apardı. Tofiq Bayramdır bu, bəli. Bəli, elə belə də ürəyini tərtəmiz apardı. Və sonda biz Nurten Aslanovu dəvət eləyəcəyik və onun ifasında mümkün deyil Tofiq Bayram haqqında veriliş olsun və Ay gecikən məhəbbətim musiqisi Sərxan Sərxana aid səslənməsin. Amma bu mahnını Nurten ifa etməzdən əvvəl Sveta xanım, xahiş edirik, o mahnının da tarixçəsi var. Balaca bir bizə arayış verin, keçək mahnıya. Əslində mənim hazırladığım, tərtib etdiyim bax bu kitabda həmin şeirin 2 variantı var. Birinci variant və ikinci variant. Deməli ki, vaxtıyken Tofiq artıq evli olarkən, 2 övlad atası olarkən, neysə də bir gözəl bir qadın görür. Həmin qadına mən demirəm ki, o başqa mənada, bəlkə də bu bir platonik məhəbbət idi. Çox illər keçəndən sonra mən o qadını axıl vəziyyətində görəndə sözün də fikirləşdim ki, bu qadın cavanlığında necə olub ki, buna hər bir kəs vurula bilərdi. Olsun ki, Tofiq, gözəllik, poeziya, söz aşıqı. Şair sevməli də, sevməsə yaza bilməz. Bu normaldır. Yəni, bunu doğrultur. Tofiq o xanıma Ay gecikən məhəbbətim şeirini həsr eləyir və o şey, biz bu tarixçəni bilmirdik. Günlərin birində bir məclisdəydim, bir qadın mənə yaxınlaşdı. Dedi ki, bəs Sveta xanım, mənim sizə verəcəyim bir əmanət var. Dedim, buyurun. Dedi, mən sizin telefonunuzu götürün, mən onu tapıb sizə deyəcəyəm. Neysə, bir gün zəng elədi ki, şeiri tapmışam. Həmin o şeiri mənə təqdim elədi. Əl yazması Tofiq. Əl yazmasıdır, bəli. Sağdır həmin qadın, Sveta xanım. Bəli, bugün. Deməli, şeirin qəhrəmanı həyatdadır. Həyatdadır. Bəli, mən o şeiri doğrudan o qədər təsirləndim ki, o şeirdən. Mən Tofiqin kitabını çapa hazırlayanda hər 2 variantı verdim. Birinci variant, ikinci variant. Və həmin qadına zəng elədim. Dedim, mən sizdən çox üzr istəyirəm. Mən sizdən icazəsiz eləmişəm bunu. Amma eləməyə bilməzdim. Çünki orada Tofiqin avtoqrafı var. Ona görə vermişəm. Qadın mənə dedi ki, çox nahaq yerə. Nahaq yerə də. Yəni, o bir əmanət idi, mənə verilib. Sən bunu faş eləmirsən, gərək deməydin, o yan bu yan. O qadınla Tofiqin tanışdığı da belə olurdu. O qadın alim idi. Bir Ulduz jurnalında deməli ki, məqalə dərc eləmək istəyirdi. O vaxt məqalə dərc elətdirmək çox çətin idi. O gələndə Ulduz jurnalında Tofiq gör ki, bir yaraşıqlı bir qadın redaktoru gözləyir. Deyir ki, siz kimi gözləyirsiniz? Deyir, mən redaktoru gözləyirəm. Deyir, niyə? Deyir, bəs məqalə mən vermək istəyirəm. Tofiq deyir ki, heç mən rəva bilmirəm. Siz redaktor ha vaxt gələcək, Allah bilir. Siz gedin, mən onu verərəm. Həqiqətən də həmin məqalə dərc olunur. O qadın da o vaxt artıq nişanlıymış. Deməli ki, istəklisi olur, o ilə xoşbəxt bir ailə qurur. Amma mənə elə gəlir ki, o ay gecikən məhəbbətim o qədər güclü hisslərin məhsuludur ki, o əslində şeir kimi çox məşhur idi. Amma Sərxan onu mahnı kimi əbədiləşdirdi, mən deyərəm. Bəli. Saralıram, gəlin dinləyək mahnını. Gəlin dinləyək Nurten Aslanovun ifasında və bitiririk verilişimizi. Buyurun. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim. Getdi gençlik təravətim.
ay gecikən məhəbbəti. Saçardım bu yollarda, hardaydın söyle harda. Bir yarpağa sonbaharda sarılıram yetim yetim. Saç ağarttım bu yollarda, hardaydın söyle harda. Bir yarpağa sonbaharda sarılıram yetim yetim. Ay gecikən məhəbbəti. Sen əzabsan, göz yaşısan, bəxtimin ilk naxışısan. Bəlkə talih qarğışısan,